Media Doktor, sağlığın varlığındır. Hər vaxtınız xeyir olsun. Media FM-in efirində Media Doktoru dinləyirsiniz. Sizinlə aparıcınız mənəm Sona Bunina. Bugün bizim milli bayramımız olan Milli Dirçəliş günüdür və bugün münasibəti ilə də bütün dinləyicilərimizi təbrik eləyirəm. Bugün mənim həmsöhbətim Könül Mərdanova olacaq. Şişönü xəstəliklərin diaqnostikası və müalicəsi şöbəsinin həkim onkoginekoloqu, Milli Onkologiya Mərkəzinin həkimi, onkologiya ixtisası üzrə doktorantımız bugün bizim qonağımızdır. Doktor, xoş gəldiniz. Xoş gününüz olsun. Hər vaxtınız xeyir olsun. Təşəkkürlər. Siz necəsiniz? Yaxşı, şükür. Doktor, bugün çatdırmışıqsa yaxşı. çatmışıq. Doktor, bugün bilirsiniz ki, həm də əslində sizin mövzunuzla da hardasa səsləşdi. Çünki siz də bu sferanın mütəxəssislərindənsiniz. Mən istəyərdim qısaca bugünə özəl bir neçə fikrinizi alaq və mövzumuza başlayaq, zəhmət olmasa. Təşəkkür edirəm ilk öncə dəvətinizə görə və bizi dinləyən hər kəsi salamlayıram. Mən də öz növbəmdə 17 noyabr Milli Dirçəliş günü münasibəti ilə bütün hər kəsi təbrik edirəm və qeyd elədiyiniz kimi vaxtından öncə doğulmuş körpələrimizə aid olan bir gündür və biz də öz çağırışımızı xanımlarımız yönümündə eləyək ki, baxmayaraq ki, respublikamızda bu prenatal belə deyə idarə etmə, hamiləlik zamanı xanımların yoxlanması çox yüksək səviyyədə təşkil olunub. Amma statistik rəqəmləri siz dediniz, 10 körpədən biri vaxtından öncə doğulur. Yenə də xanımlarımıza səslənək ki, istər doğuşdan öncəki müayinələrini vaxtında aparsınlar, hamiləliyə sağlam orqanizmlə başlasınlar. Bəli. Və hamiləlik dönəmində müayinələrini aksatmasınlar, həkimlərinin doğru düzgün təyinatları üzərində getsinlər ki, vaxtından erkən doğuşlar olmasın, vaxtından erkən körpələr dünyaya gəlməsin ki, onlar da yaşam mücadiləsi eləyib həyatlarını belə deyə itirməsinlər. Əlbəttə. Mən də bir həkim kimi çağırışımı bu yönümdə eləyə bilərəm. Aydındır. Doktor, biz bugün təbii ki, sizin sahənizə uyğun olaraq onkoloji sahədən danışacağıq və buna gətirib çıxaran xəstəliklərdən danışacağıq. Elə təqdimatımda dediyim kimi şişönü xəstəliklərə bir qədər toxunaq, ya da ki, onkoloji xəstəliklərdə biz bilirik ki, bəzi xəstəliklər fon xəstəlikləri deyərək adlandırılır. Yəni artıq xərçəng qapıdadır deməkdir. Həkimlərimiz adətən el dilində belə izah eləyirlər. Hansı hallar xanımlarda artıq xərçəng qapıdadır deməkdir? Bu siyahıya nələrə aid eləyə bilərik? Təşəkkür edirəm sualınıza görə. Ümumiyyətlə, biz bu 2 gün ərzində qərar verdik. İlk dəfə, illər öncə bir dəfə radioda olmuşam, amma bu mənim ikinci çıxışımdır. Baxmayaraq ki, bu qədər aktual bir mövzudur, uşaqlıq boynu patologiyalarından bu qədər danışılır, amma yenə də dünya statistikasında da, bizim statistikada da rəqəmlər ürək açan olmadığı üçün bu mövzu yenə də öz aktuallığını qoruyur. Bəli. Qeyd elədiyiniz kimi, Milli Onkologiya Mərkəzi və şişönü xəstəliklərin diaqnostikası və müalicəsi şöbəsinin həkimiyəm və bizim də əsas məqsədimiz şiş önü vəziyyətdə patologiyalara aşkar eləmək və təbii ki, biz həkim kimi belə deyə öz öhdəmizə düşənləri edirik. Sizlər də təşəkkür edirik ki, siz də bunları yayımlayırsınız. İllərlə efirlərdə bu çıxışlarım olmasına baxmayaraq dəyərli kolleqalarımızla istər Azərbaycan daxilində, istər Azərbaycan xaricində çıxışlarımızın olmasına baxmayaraq, amma radioda böyük bir belə deyək ortamda və çox insanlara səsimizi çatdırırıq. Yenə də uşaqlıq boynu patologiyalarından danışaq ki, xüsusən də ki, xərçəng önü patologiyalarından xərçəngə yox deyə bilək. Fon xəstəlikləri deməyək də tibbi cəhətdən bir qədər o köhnəlmiş nomenklaturaya aid olunur. Artıq xərçəng önü dediyimiz, displaziyalar dediyimiz, bəzən xanımların daha çox bu simir sonucularında, biyopsiya sonucularında rastlaşdığı cavablar olur. Deyirlər, doktor, sil çıxdı, cin çıxdı və bu tərs sözlərlə daha çox rastlaşırlar. Bəlkə bizi dinləyənlər içərisində bunları eşidənlər, bilənlər var, amma bilməyənlər üçün deyək ki, xərçəng önü patologiyalardır. Və burada statistik rəqəmləri
demədən keçmək istəmirəm. Dünən 2025-ci ilin Globocan World Health Organization'ın, yəni Dünya Səhiyyə Təşkilatının bizə verdiyi statistik rəqəmlərə baxdım və son rəqəmlər 660 min üzərində illik uşaqlıq boynu xərçəngi xəstələnmə göstərir. Yarım milyondan çox qadın. Bəli. Və 338 min ölüm halı bu xəstəliklə illik qeyd olunur. Yəni çox həqiqətən dəhşətli. Dəhşətli bir rəqəmlərdir və mən yaş göstəricilərinə baxdım. 30-60 yaş arası hardasa 450 min xəstə. Bu çox belə deyək yaxşı rəqəmlər deyil. Baxmayaraq ki, yenə də eyni orqanizasiyanın Dünya Səhiyyə Təşkilatının uşaqlı boynu xərçəngini və xərçəng önü patologiyaları üçün skrininq proqramı var. Çox təəssüf olsun ki, respublikamızda bu dövlət səviyyəsinə deyilən hazırlıqlar görünür. Bizdə də yaxın zamanlarda olacaq. Media Doktor. Sağlığın varlığında. Biz davam edirik. Bu arada bir daha vurğulamaq istəyirəm. Bugün mənim həmsöhbətim Milli Onkologiya Mərkəzinin onkoginekoloqu, şişönü xəstəliklərin diaqnostikası və müalicəsi mərkəzinin mütəxəssisi, onkologiya ixtisası üzrə doktorant Könül Mərdanovadır. Biz fasilədən öncə danışırdıq ki, skrininq nə deməkdir? Doktorumuz bunu izah eləyəcək xanımlarımız üçün. Bu arada doktorla əlaqə saxlamaq istəyən hər kəs dinləyicilərimiz 050 563 0189 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Bu doktorun özünə müraciət etmək üçündür. Bir daha vurğulayıram, 050 563 0189. Amma bizə, radiomuza birbaşa canlı efirə sualını ünvanlamaq istəyən dinləyicimiz varsa 055 999 1055 nömrəsi ilə sizi dinləyə bilərik. Buyurun doktor. Skrininqdə qalmışdıq. Skrininq ümumiyyətlə nə deməkdir? Sağlam populyasiyada tarama aparırıq, skrininq metodları aparırıq və bu skrininq metodları öncədən deyim ki, qısa müddətdə icra olunması lazım olan, orta tip personal tərəfindən də aparıla bilən, ucuz maliyyəyə başa gələn bir testlər olmalıdır və geniş insan populyasiyasını əhatə eləməlidir. Və skrininq adətən sağlam qadınlar arasında aparılır, ümumi populyasiya arasında aparılır və risk qrupasını daşıyan xanımlar oradan seçilir. Daha ixtisaslaşmış müəssisələrə göndərilir və həmin müəssisələrdə ehtiyac olduğu halda daha dərin müayinələrə və daha dərin analizlərə gedilir. Yəni skrininq metodları hansılardır uşaqlıq boynu patologiyaları üçün? Smer testləridir, pap testlər və HPV testləridir. Ümumiyyətlə HPV testləri, smer testləri istər tək başına da aparıla bilər. Co-testing dediyimiz smer testi ilə HPV testi bir yerdə də aparıla bilər. Təbii ki, bu protokollar üzərindən aparılır. Hələ ki qeyd etdiyim kimi respublikamızda bizim milli protokolumuz olmadığı üçün biz Amerikan protokolları ilə belə deyə hərəkət edirik və 25 yaş üzəri xanımlarımızda HPV və pap test bir yerdə və yaxud da tək HPV ilə də getmək olar. 5 ildən bir HPV testləri normal nəticə aldığımız halda 3 ildən bir isə smer testləri aparılır. Cinsə əlaqəsi olan 21 yaşdan başlayaraq xanımlar isə tək smer testləri ilə başlamaq olar. Niyə görə 3 və 5 illik aralıq götürülür? Belə düşünülür ki, əgər bir normal bir cavab gəlirsə 3 il ərzində bunun high seal dediyimiz yüksək dərəcəli displaziya və xərçəngi keçmə ehtimalı demək olar ki 0,3% təşkil elədiyi üçün elə bil həmin dönə bir qədər sakitçilik verir aparılmış statistik rəqəmlərə görə. Amma burada bir kənara çıxmanı deyəcəm. Çünki bəzən klinisistlərin baxışından çox şey asılıdır və yaxud da simptomatikadan çox şey asılıdır. Pasient müraciət edə bilər, 3 il öncə smer testini alıb və yaxud da 1 il öncə alıbdır. Amma baxırsan ki, simptomatika var və həkimin gözlə gördüyü yeni bir qızartı bir sahəsi və ektopiya sahəsi var. Nəsə bir patologiya varsa, onda biz onu erkən də istəyə bilərik və yaxud da HPV testlərində erkən istəyə bilərik. Bəzən pasientlərimiz deyir ki, doktor oxumuşuq 3 ildən bir görsənir, 5 ildən niyə biz onu erkən eləyirik? Əgər klinisist bir onu erkən götürmək məsləhət bilirsə, erkən də götürə bilərik. Amma protokol üzərində smer testləri normal gəldiyi halda 3 ildən bir, HPV testlərimiz isə 5 ildən bir aparılır və artıq belə deyək ilk Papa Nikolau tərəfindən aparılıb, bu ümumiyyətlə yayımlanıb uşaqlıq boynu
patologiyalarında bu test 1928-ci ildə, amma 41-ci illərdən daha çox istifadə olmağa başlayıb və bununla da xərçəngönü patologiyalarının aşkarlanması artıb və xərçəng patologiyasının gecikmiş mərhələlərinin belə deyək irəliləməsi azalıb. HPV testlərimiz isə HPV-nin ümumiyyətlə uşaqlı boynu xərçəngi ilə və xərçəng önü ilə əlaqəli olduğu belə deyək ki, son 2008-ci ildən bəlli olub və məlum olub ki, uşaqlı boynu xərçəngi təsdiqlənmiş xəstələrin 95%-də HPV-nin yüksək riskli tipləri, 72% hallarda da 16-cı, 18-ci tipi yenidir. Elə də HPV ilə hətta ona görə belə deyək Nobel mükafatı alıb alimimiz ki, yəni HPV ilə əlaqəli olduğunu aşkar edib. Və son zamanlar artıq HPV screening metodu kimi daha öndə gedir. Xüsusən də ki, Amerika Birləşmiş Ştatlarında xüsusilə HPV-ni daha öndə belə deyək aparırlar screening metodu kimi. Doktor, onun peyvəndləri necə? Nə dərəcədə qoruyucudur? Ümumiyyətlə peyvəndlərin düzgün aparılması önəmlidir. Və düzgün aparıldığı halda bəli, qoruyuculuğu çox yüksəkdir. Ümumiyyətlə normalda əgər biz kitabla danışsaq 9-13 yaş arası oğlan və belə deyək qız evladlarına vurulmalıdır. Və yaxud da ki, ilk cinsi əlaqədən öncə istifadə olmalıdır ki, bədəndə buna qarşı antisellər immunitet yaransın və həmin virusla orqanizm qarşılaşdığı halda onu belə deyə məhv eləyə bilsin. Bu əslinə qalanda onun profilaktikasıdır. Ümumiyyətlə profilaktika bu xəstəliklərdə çox önəmlidir. Birincili, ikincili, üçüncülü, dördüncülü profilaktikalar var, amma ən çox biz birincili, ikincilidən danışırıq. Sizin dediyiniz peyvəndlənmə və ikincili profilaktika vaxtında müayinələrə gedib screening testlərinin aparılması. Amma peyvəndlərdən yayınmaq istəmirəm. Peyvəndlər son dönəmlərdə hətta virusla yoluxmuş insanlara da belə olunur və qoruyuculuğu təbii ki, hər bir virus növünə görə müxtəlif faizlər göstərmiş olsa da var. Hətta müalicə məqsədilə istifadə olunur. Son bizim iştirak elədiyimiz Türkiyədə bir konfransda hətta 46 yaşa qədər yaş aralığı deyilməsinə baxmayaraq onu da uzatmaq belə deyək söhbətləri var. Niyə görə? Bəzən xanımlarımız 40 yaş üzəri xanımlarda da yoluxma ola bilər. Ümumiyyətlə həyatının hər bir dönəmdə yeni yoluxmalar ola bilər. Onu da qeyd edim ki, HPV ilə yoluxduğumuz halda, baxın bu bizim respublikada çox belə problemlə rastlaşdığımız durumlardan biridir. HPV-nin yüksək riskli tipləri pozitiv çıxdısa, bir pasiyentdə səndə xərçəng var, xərçəng olacaq deyə belə bir fikirlər deyilir və təbii ki, o insan psixologiyasında artıq o xərçəng sözünü eşitmək kifayət edir. Yerdə qalanını bəlkə də duymurlar, qorxudan, həyəcandan. HPV ilə yoluxduqdan sonra dərhal xərçəng xəstəliyi formalaşmır və yaxud da xərçəngönü xəstəliyi formalaşmır. Ümumiyyətlə, orqanizm bu virusla rastlaşdıqdan 2 il ərzində bədəndən öz resursları sayəsində xaric oluna bilər. Hansı hallarda qalıb persistensiya edib, yəni bədəndə ilişib qalıb xəstəlik törədə bilərsə, onun üçün risk faktorları lazımdır. Risk faktorlarının başlıcası təbii ki, HPV-nin yüksək onkogen tiplərinin olmasıdır. Xüsusən 16, 18, 31, 33, 45, bax bu tipləri xüsusi risk daşıyan tiplərdir. Digər yanaşı risk faktorları, burada yanaşı infeksiyaların olması, kişi və qadın çox partnerluğunun olması, zərərli vərdişlərin olması, xüsusən də günümüzdə alkoqol və siqaretdən istifadə etmənin çoxalması, xüsusən də qadınlar arasında. Burada pasiv tütün çəkməyi də inkar eləməyəcəm. Çünki əgər əks cinsin nümayəndəsi də tütün çəkirsə, siqaretdən istifadə edirsə, o da xanımına təsir edə bilər. Elə bir neçə efir öncə bundan danışmışdıq. Bəli. Doktorumuz vurğuladı ki, əslində bəzən görürsünüz ki, özündən çox ətrafında olan insanları zəhərləyir insanlar. Bəli. Tamamilə bunu mən nəzərə almalılar. Nəzərə almaq lazımdır. Əgər bir insan bu tütündən istifadə edirsə, onu açıq məkanlarda edə bilər, ailə içində etməyə bilər. Hətta inanın doktor, evdə bəzən görürsünüz ki, irad bildirəndə belə aqressiv qarşılayırlar ki, yəni çöldə çıxıb çəksin, evdə uşaq var, gəlin var, həyat yoldaşı var. Yəni bunu bəylərimiz ən azından nəzərə alsınlar. Biz uşaqlıq boynundan danışırıq. Ümumiyyətlə onkoloji xəstəliklərin risk faktorlarının belə deyə
arasında tütün çəkmə çox böyük yer tutur. Bəli. Bura ağciyər, prostat, bağırsaq, uşaqlı boynu və hamısı, sidik hissəsi, hamısında bu bəli risk faktoru daşıyan bir belə deyək faktordur. Ona görə amildir. Onu aradan qaldırmaq lazımdır. İmmunodepressiv hallar, sonra orqan transplantasiyası olan insanlar nəzərə alsın ki, onlar risk qrupasına daxil olan insanlardır. Vaxtı-vaxtında ginekoloji müayinələrinə getsinlər. Bax, bu faktorlar olduğu halda həmin virus belə deyək aktiv formada qalır və xərçəngönü patologiya daha sonra xərçəng patologiyasına gətirib çıxardır. Bir də mən bunu deməsəm olmaz. Yersiz öz başına belə deyim də apteklərdən, əczaçılardan alınmış həblərin uzun müddətli qəbul olması. Bura doğum kontrol həblərini deməsək olmaz. Kontraseptivlərin istifadəsi. Baxın, uşaqlıq boyun, yumurtalıq xərçəngi və endometrium xərçəngində həmin preparatların qəbulu, həmin xərçəngin yaranma riskini aşağı salmış olsa da bilərmi, uşaqlıq boynu xərçəngində əksinədir. Ona görə uzun müddət, çünki o sellikdə qatılaşma verir, servikal sellikdə və həmin virus persistensiyasını artırır. Ona görə burada bir daha onu da çatdırım ki, uzun müddət kontraseptiv dərmanlardan istifadə edən xanımlarımızda HPV virusu pozitivdirsə, onlar da risk qrupasının daxilidir. Xüsusi dərinliyinə, xüsusi incəliyinə yoxlanmalıdırlar. Sadaladığım skrining metodlarını dedim, hansı yaşdan başlamaq lazım dedim. Ümumiyyətlə xərçəngönü patologiyanın əsas etioloji faktoru HPV-dir. Amma ikinci aşama müayinələrimiz isə kolposkopiya müayinəsidir. Əgər bir HPV pozitiv bir xəstəmiz varsa və yaxud da ki, simir sonucularında bir kənara çıxma varsa, ikinci olaraq kolposkopiya müayinəsi uşaqlı boynunda aparılır. Doktor, kolposkopiya bizə nə verir? Kolposkopiyanın və simir testini istəyərəm. Bizdə çox da məşhur deyil bildiyim qədərilə. Zamanında çox məşhur deyildi. Amma indi düşünürəm var, amma mən 18 ildir Milli Onkologiya Mərkəzində çalışıram və histeroskopiya və kolposkopiya üzrə ilk ixtisaslaşmış həkimlərdən biriyəm və ilk avadanlıqlarda Milli Onkologiya Mərkəzində olub. Mən hər kəsdən üzr istəyərək bu sözü deyəcəm. Kolposkopiya mən hər zaman deyirəm, şəkil çəkmək aparat deyil və yaxud da məhlullarla rəngləyib, bu sahə rənglənmədi demək deyil. Bizdə kolposkopiyanın çatışmən cəhətlərini də deyəcəm, amma üstünlüyü odur ki, bizə patoloji sahənin lokalizasiyasını və patoloji sahənin ağırlıq dərəcəsini göstərir və bizə biopsiyanın konkret yerini göstərir. Yanılma payı var mı doktor? Yanılma payı var. Yanılma payı var, çünki ektoserviksdən nə qədər düzgün bizə məlumat verirsə, endoservikal olaraq bir qədər çətinlik törədə bilər. Təbii ki, bu ixtisaslaşmış bir həkimdirsə, endoservikal spekulum dediyimiz, güzgü dediyimiz bir alət var. Servikal kanalının həmin hissəsini aralayıb orada baxmaq ola bilər. Amma ektoserviksdə olan informativliyi təbii ki, endoserviksdə deyil. Bu da simirə nəzərən dezavantajıdır, amma simirin bir üstünlüyü var ki, o bizə endoservikal patologiyanı kolposkopiya nəzərən daha çox informasiya verir, amma bizə lokalizasiyanı, dəqiq lokalizasiyanı göstərmir. Baxın, kolposkopiyada biz niyə adətən simir sonuçları, HPV sonuçları, bizdə pozitiv HPV və patoloji simir sonucu gəndə kolposkopiyaya gedirik. Lokalizasiyanı görə və istiqamətlənmiş biopsiya icra edək. İstiqamətlənmiş biopsiyanın üstünlüyü nədir? Əgər bir patoloji sahə, uşaqlıq boyunu bir belə deyək 12 raydələrində, saat əqrəbin 12 raydələrində patoloji sahə varsa, biz onu kör-körənə başqa bir yerlərdən biopsiya almış olarıqsa, təbii ki, normal cavabına rastlaşacağıq və yanlışlıqlar ola bilər. Əsas da kolposkopik bizim araşdırdığımız erkən mərhələ uşaqlıq boynu belə deyək xərçəngi və yaxud da ki, ağır dərəcəli displaziyalar. Elə pasientlərimiz olub ki, burada bir nüansı da deyim. Məsələn, simir sonuçlarının daha çox götürülmə xətalarından irəli gələn 30% hallarda, məsələn, displaziya birinci dərəcələrdə yalançı, false dediyimiz nəticələr ola bilər. Yalançı pozitiv və yaxud da yalançı negativ. Praktikamda çox sayda belə hadisələrlə rastlaşmışam ki, simir sonuçlarımız negativ, pasientin şikayəti davam edir, müraciət edir kontakt qanamalarda. Çox kiçik sahələrdən apardığımız biopsiyalarda qeyri-invaziv uşaqlıq boynu xərçəngi, yəni erkən mərhələ in situ dediyimiz mərhələdə aşkar elədiyimiz uşaqlıq boynu xərçəngləri olub. Ona görə hər
zaman ümumiyyətlə HPV virusu pozitiv olan xəstələrdə, xüsusən də ki, müəyyən yaş üzəri, 45 yaş üzəri xanımlarda bir simptomatika varsa, mütləq bir onkoginekoloqunuz olsun, həkiminizi öncədən araşdırın, gedin ki, qoy klinisistlərin, onkoginekoloqların ümumiyyətlə pasiyentə yanaşmağı bir qədər fərqlidir. Öz həkimlərinə, doğuş həkimləri var, poliklinika həkimləri var, müraciət edə bilərlər. Amma hər bir kəsin, hər bir qadının bir onkoginekoloq olsa, mən düşünürəm ki, yaxşı olar. Çünki 2 ildən bir də, 3 ildən bir simptom olmadısa belə, bir dəfə onkoloji müəssisələrdə bir onkoginekoloq nəzarətində olsalar daha yaxşı olar. Doktor, bilmirəm, bəlkə də həkimlərlə işləməyimdən yanadır. Nəysə, ən sabit məsələlərdə belə həm məsləhət görərkən onkoginekoloqların nömrəsini verirəm xanımlara, ya da ki, özüm hər hansı bir məsələ ilə bağlı müraciət eləyəcəmsə, mütləq onkoginekoloq axtarıram. Yəni, niyəsə mənim beynimə belə yerləşib ki, onlar daha dərin biliklərə malikdirlər və mənə daha informativ belə deyə peşə sahibləridir. Və həmişə də əməliyyatların özündə belə, yəni onkoloji olmasın, yəni istənilən məsələ ilə bağlı onkoloji sahəsi varmı, yəni profili varmı deyə həmişə maraqlanıram. Əslində bunu insanlara həqiqətən çatdırmaq lazımdır ki, yəni o onkoloji sahə ilə bağlı öncədən bu profilaktika deməkdir. Çox yaxşı olar ki, diqqətli olsunlar və əməliyyatlardan sonra da bəzən həkimlərimiz bu əkilmə məsələsini deyəndə ki, histoloji müayinə olunsun, nə ehtiyac var deyə çox belə böyük bir aqressiya ilə qarşılaşırlar. Halbuki belə deyil. Mənim gözüm görüb artıq. Yəni yəni çox yaxşı olar ki, həkimlərin dediklərini qulaq versinlər. Çünki bu eşidilməyən təqdirdə bunun acı nəticələrini görmüşəm. Ola bilər ki, insanlar fərdi olaraq görməsin, amma həkimlər, media işçiləri istər-istəməz biz onları gördüyümüz üçün baxırsan ki, yəni hətta səsləyəndə belə, insanlara səslənəndə belə görürsən ki, qəlbə reaksiyalar alırsan, amma bu can sağlığıdır. Bəli. Yəni heç nə zarafata gəlməz bu məsələ ilə bağlı. Doktor, mən istəyirəm HPV ilə bağlı o ştamları da vurğulayaq. Hansı ştamlar daha təhlükəlidir? Çünki bildiyim qədərilə burada xüsusi bir rəqəmlər var. Çünki ştam çoxdur bildiyim qədərilə. 200-ə yaxın növü var. Bəli, 200-ə yaxın növləri var. Amma təhlükəli olanlar var. Yəni sırf o qrupdan biz danışırıq əslində. Sırf o qrupdan danışırıqsa ən təhlükəliləri 16-18, hansı ki 72% hallarda uşaqlı boynu xərçəngi pozitiv olan xəstələrdə, təsdiqlənmiş xərçəng xəstələrində çıxan növləridir. Daha sonra daha təhlükəliləri 31, 33, 45, 48, 66, bax belə də gedir. Amma ən təhlükəliləri 16-18-dir. Bunlar yüksək riskli genotiplər sayılır. Bir də var aşağı riskli genotiplər, hansı ki ən populyarları 6-11 genital ziyirlərin yaranmasına səbəb olanlar. Amma hər bir halda sırf aşağı risklidir deyə, xərçəng yaratmayacaq deyə bir düşüncə yoxdur. Ümumiyyətlə tibbidə 2+2 hər zaman 4 eləmir. Yəni ona görə bəzən biz onkoloqların bir sözü var. Hər bir lokalizasiyanın, xərçəng xəstəliyinin müəyyən orqanlara daha çox metastaz vermə faizi var. Amma o demək deyil ki, başqa orqana verə bilməz və nadir bir hadisə ola bilməz. Ola bilər. Ona görə aşağı risklərinin də pozitiv olduğu halda xərçəng patologiyası olduğunu mən öz praktikamda görmüşəm. Bir də sizin bayaqki sözünüzü əslinə qalanda heç üstündən keçmək istəmirəm. Altını çizərək bir də demək istəyəcəm ki, biopsiya analizləri çox önəmlidir. Əkilmə dediyiniz çox önəmlidir. Biz onkoloqlar olduğumuz üçün hüceyrə ilə belə deyim işləyirik. Bizim üçün hüceyrə səviyyəsi, genetika səviyyəsi, hormonal fon mütləq bilinməlidir. Yanaşı risk faktorları hamısı bilinməlidir. Genetikanın necədir soruşulmalıdır. Anamnestik məlumatlar çox önəmlidir. Baxın, ən çox HPV-də ilə bağlayacağım bunu. Ziyirlərdə problem yaşanır, genital ziyirlərdə. Mən bunu ziyir kimi görürəm. Bu kandilomadır, bu papillomadır. Yəni kəsdik, yandırdıq, lazerlə onu destruksiya elədik, bitdi. Histoloji müayinə aparılmadı. Pasient gəlir, bir də əmələ gəlir, bir də əmələ gəlir, bir də əmələ gəlir. Ümumiyyətlə onun bir struktur dəyişikliyi varmı, yoxmu, yoxlanmalıdır. Götürülən bir onkoloq kimi söz deyəcəm. Götürülən hər bir tikə ölçüsündən asılı olmayaraq, lokalizasiyasından asılı olmayaraq, nə qədər həkim peşəkar olsa da belə histoloji müayinəyə getməlidir. Sizin dediyiniz sözlərlə öncələr daha çox rastlaşırdıq. Günümüzdə bu qədər maarifləndirmə
vermə, bu qədər, çünki xəstəliklər də bir qədər artıb və aqressivləşib. Ona görə o elə durumların qarşısını almaq üçün bəzən yəni çox zaman artıq histoloji müayinələrə gedirlər, amma qeyd elədiyiniz kənara çıxmalar çox təəssüf olsun var. Yəni HPV ilə bağlı olan zil deyib, xal deyib keçdiyimiz hər bir şeydə histoloji müayinəyə göndərilməlidir. Aydındır. Media doktoru dinləyirsiniz. Media doktoru dinləyirsiniz. Bugün mənim həmsöhbətim Könül Mərdanova şişirnik xəstəliklərin diaqnostikası və müalicəsi şöbəsinin həkim onkoginekoloqu, Milli Onkologiya Mərkəzinin mütəxəssisi, onkologiya ixtisası üzrə doktorant həkimimizlə biz bugün həmsöhbətik. Doktorla birbaşa əlaqə saxlamaq istəyən dinləyicilərimiz varsa 050 563 0189 nömrəsini yığa bilərlər. Bizimlə əlaqə saxlamaq və eyni zamanda efirə canlı olaraq sualınızı ünvanlamaq istəyirsinizsə 055 999 1055 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Doktor, bəzən deyirlər ki, bəzən xanımların qorxduğu bir neçə xəstəlik var ki, bunların adı çox tez-tez çəkilir. Məsələn, bunların biri eroziyalardır. Çox məşhur olan, bəlkə də xanımların ümumiyyətlə əhəmiyyət vermədiyi ki, əşi hamıda var. Bizim o əşimiz var axı bir məşhur. Eroziya təhlükəlidirmi? Eroziyalar, baxın siz cümlənizi başlayanda fon xəstəliklərindən danışdınız. Öncələr bəlkə də o nomenklaturamız var idi, amma indi onlar yoxdur. Ektopiyalar deyirlər onun tibbi adı və sizin dediyiniz ektopiya və ektropion, ektopiya. Normalda mən hər zaman pasientlərə də bunu izah edəndə deyirəm ki, servikal kanal toxumasının bir qatlı silindrik epitelin, çünki uşaqlıq boynu 2 toxumadan ibarətdir. Daxili təbəqəsi bir qatlı silindrik epitel və xarici təbəqəsi çox qatlı yastı epitel və o 2 toxumanın sərhəddi transformasiya zonası adlanır. Hansı ki o zonadan da xərçəng əmələ gəlir. Və o silindrik epitel olmalıdır normalda servikal kanal uşaqlıq boynunun kanalının daxilində. Müəyyən səbəblərdən, hormonal disbalansdan, doğuş, küretaj keçirtmiş, abortlar olmuş xanımlarda həmin silindrik epitel uşaqlığın porsiya vaginalis dediyimiz, uşaqlıq boynunun porsiya vaginalis dediyimiz, yəni xaricə doğru, baxan hissəsinə doğru yerini sürüşür. Və yaranır sizin dediyiniz ektopiya və eroziyalar. Bunlar xərçəngönü deyil. Çox təəssüf olsun, ikili fikir var. Bəzən sizin dediyiniz əşi hamıda var idi. Yandırdım getdi. Və yaxud da ki, xərçəng yaradar. Eroziya eşitdim, xərçəng yaradar. Ümumiyyətlə, baxın biz dedik ki, xərçəngi yaradan nədir? Xərçəngönü yaradan nədir? O ektopiyan sahəsinə mütləq diqqətlə baxmaq lazımdır. Və adından görüldüyü kimi bir qatlı, bir zərif bir epiteldir. Normalda qurban olduğum onu yaradıb ki, servikal kanalın daxilində olmalıdır. Niyə? Çünki orada qələvi mühitdir, amma uşaqlıq yolunda zərif turş mühitdir. Uşaqlıq yolunda həm uşaqlıq yolunun özünün infeksiyaları var, həm bəzən cinsi əlaqədən sonra yayılmış infeksiyalar var və üstəlik də HPV virusu var. Əgər risk faktorları varsa, bəli, o eroziyanın özündən də xərçəng yarana bilər, amma birbaşa xərçəngönü sayılırmı? Deyil. Transformasiya zonasını mütləq diqqətlə izləmək lazımdır. Kolposkopik olaraq simir testlərimiz, HPV testlərimiz olunmalıdır. Ən çox soruşulan da sual, doktor, biz bunu yandıraqmı? Xalam qız dedi yandır, falan həkim dedi yandırma və belə suallar müzakirələrdə qalırlar. Əgər simptomatika varsa, simptomatika dediyimiz nə? Çoxlu miqdarda seliyin, axıntının gəlməsi. Niyə? Çox qatlı yastı epitel, uşaqlı boynunu örtən toxuma özündən seli ifraz eləmir, amma bu epitel seli ifraz edən vəzli toxumadır. Əgər normalda kanalın daxilində yerləşmiş toxuma tamamilə ektoserviksi əhatə edirsə, düşünün qadından seli ifrazı daha çox olur. Və əgər buna yanaşı infeksiyalar da qoşulursa, o müalicəsi çox çətindir. Dəfələrlə o bizim populyar bildiyimiz şam, tampon müalicələri həftələrlə və effekt olmur və o ektopiya da heç bir zaman keçməz. Cinsi əlaqə zamanı qanama verirsə, cinsi əlaqə zamanı ağrı verirsə, dayanmadan müalicələrin aparılmasına baxmayaraq effekt yoxdursa, o hallarda bəli, biz bu ektopiyaları yandıra bilərik. Təbii ki, yaşı nəzərə alırıq. Bəzən suallar gəlir ki, doktor, eroziyamı yandırsan uşaq olarmı? Bax, bu suallarla olar. Onu da qeyd edim. Çox belə populyar bir sualdır. Amma bəzən ginekoloqlar çox qorxudurlar, doktor. Deyirlər ki, hə, orada çapıq toxuma yaranacaqsa, sonra hamilə qala bilməyəcəksən.
Çox təəssüf olsun ki, sizin dediyiniz kimi həkimlərimiz qorxudurlar. Bəli. Yəni o dediyiniz deyimlər bəlkə də 30 il, 40 il öncəki avadanlıqlar üçün idi. Çünki uşaqlıq boyun əzələ toxumasını bilmirəm. Mən həmişə pasiyentlərimə belə bir söz deyirəm. Bu ektopiya sahəsi ektoserviksə yandırılıb, epitel toxumasıdır. Yandırılıb təmiz bir hamar toxuma inkişaf edib normaldır hər bir şey. Bir qadının adət qanaması hansı kanaldan xaricə doğru ifraz olunursa, cinsi əlaqə zamanı spermada servikal kanaldan boşluğa doğru hərəkət edir və doğuş da həmin kanaldan olur. Yəni bu təbii doğuşa əks göstəriş deyil, hamilə qalmamağa əks göstəriş deyil. Çox təəssüf olsun ki, bu köhnə fikirli, mən düşünürəm bu halimiz arasında daha çoxdur, amma çox təəssüf olsun ki, savadlı kadrlarımızın da bunu pasiyentlərə deməyi tamamilə ürək ağrıdıcıdır. Amma hər bir eroziya da təbii ki, yandırılmaz. Kiçik bir ektopiyon sahəsində qadına bir narahatçılıq vermirsə, ona smir testimiz, HPV testimiz normaldırsa, kolposkopik olaraq bir sahəmiz yoxdursa, toxunmasaq da, nəzarətdə də saxlasaq olar. Zamanla baxarıq, 30-35 yaş üzərində bu servikal kanala geri dönüş eləməzsə, şikayət olarsa, o zaman biz onu götürərik. Amma hər bir ektopiyada toxunulmaz. Ona görə də sözümüzün bir daha üzərinə qayıdacağıq. Onkoginekoloqların rəyi önəmlidir. Daha sonra istədilər öz həkimlərinə də dönə bilərlər. Yəni. Doktor, mən istəyirəm uşaqlıq boyununda xanımların çox tez-tez görüb qorxduqları bir məsələdən də sizə sual verim. Nabot kistlər. Çox tez-tez eşidirlər. Çünki adı kista olduğu üçün xanımlar kist eşitdimi, yəqin xərçə gəlir, qorxurlar. Ən çox da ultrasonda. Yəni. Deməli, pasiyent müraciət edir. Kistam diaqnozu, kista diaqnozu qoyub. Baxıram, yoxdur. Təbii ki, biz həkimlər olaraq birinci yumurtalıqlara baxırıq. Yəni. Baxıram ultrason sonucunda, yox doktor yazı, baxıram nabot kistaları. Bəli, sizin dediyinizdən çox rastlaşırıq. Nabot kistaları nədir? Uşaqlıq boynunda yenə də qurban olduğumun yaratdığı bir struktur var. Ona kiçik vəzlər deyirlər. Uşaqlıq yolunu nəm saxlamaq üçün açıq vəzlər. O vəzlərin axacaqları, duktuslar müəyyən səbəblərdən, iltihabdan, aparılmış prosedurlardan qapanarsa, möhtəviyyatı bayıra axa bilmir və formalaşır kista. Bildiyimiz vəzin, belə deyək, kapsulası böyür, kista. Bəzən irinli olur. O kistaları da hər bir halda müdaxilə eləmir. Tək saydadsa, bəzən onu da qeyd edim. Adətin günlərinə görə fərqli görsənə bilər. Hətta mən özüm də belə. Adətin birinci fazasına qədər baxsam görmərəm. Adətin dərhal öncəsində baxsam böyük bir kista görə bilərəm. Yəni o dönəmi hormonal fona görə bəli dəyişə bilər. Çünki selik ifrazına görə fərqli olur. Axı açıq vəzlərdir. Hormonal estrogenlərin təsirindən selik ifrazı artır deyənə o zaman onlar daha belə şişkin görsənə bilər. Əgər bu kista iltihablaşmayıbsa, çox sayılı deyilsə, üzərində bir atipik damarlanma yoxdursa, üzərindəki selikli qişanı zədələməyibsə, o kistalara toxunmağa ehtiyac yoxdur. Bəzən ektoserviksdə görmürük, endoserviksdə həmin kistalar var, ultrason görür və baxdığın halda deyirsən ki, xanım, sizə heç bir problem yoxdur. Yox, axı ultrason həkimi dedi, var. Deyirəm, ektoserviksdə yoxdur və servikal kanalda olan 1-2 ədəd ovul naboti üçün heç bir müdaxilə ehtiyac yoxdur. O sizin normal strukturunuzdur. Heç bir şikayət vermirsə, xərçəngə keçmə ehtimalı demək olar ki, sıfırdır. Nəzarətdə saxlayırıq. Yetər ki, çox sayılı olmasın, iltihablaşmış olmasın, selikli qişanın damarlanmasını artırmasın və üzərində hər hansı bir patoloji sahə olmasın. Digər hallarda nəzarət. Media Doktor. Sağlığın varlığındır. Media doktoru dinləyirsiniz. Bugün mənim həmsöhbətim Könül Mərdanovadır. Şişönü xəstəliklərin diaqnostikası və müalicəsi şöbəsinin həkim onkoginekoloqu, Milli Onkologiya Mərkəzinin mütəxəssisi və onkologiya ixtisası üzrə doktorant. Əgər doktorla əlaqə saxlamaq istəyirsinizsə 050 563 0189 nömrəsi aktivdir. Birbaşa canlı efirdə suallarını ünvanlamaq istəyən dinləyicilərimiz varsa 055 999 1055 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Doktor, hansı problemlərdə xanımlarımız onkoloqa gecikməsin? Gecikməsin. Yəni onlar üçün artıq sos siqnalıdır. Biz onda ümumi simptomatikanı bir sayaq. Buyurun. Patoloji uşaqlıq qanaxmaları, ginekoloji problemlər içərisində ən öndə gedən simptomatikadır. Bunlar nələrdən ibarətdir? Adət zamanı qanamaların normaldan artıq olması, bura miqdar və müddət artıqlığı daxil olunur. Yəni laxta şəkilli qanamağa başlamışsa, normal adətlərinizdən uzun sürməyə başlayırsa,
başlayırsa, bu birinci patoloji qanamadır. 2 adət arası olan qanama patoloji qanamadır. Bəzən adət başlayır, bitmir, dayanmır, 3 ayla, 4 ayla qanama nəyə oturub gözləyə bilmirəm, amma bu patoloji qanamadır. Kontakt qanamalar cinsi əlaqədən sonra bəzən soruşurlar, doktor, kontakt qanama deyirsin, nə deməkdir? Hətta bunu bəzən bilmirlər. Kontakt qanama cinsi əlaqədən sonra olan qanamalar patoloji qanamalardır. Yəni ilk simptomatika normal deyil. Patoloji axıntıların gəlməsi bu ikinci ən böyük rastlaşdığımız simptomatika. Hansı ki, rəngi dəyişmiş, normal qadından seli ifrazı ola bilər. Onu da qeyd edim. Adətin günlərinə əsasən aybaşı başlayandan, belə deyək, adət başlayandan 14-cü gününə qədər orta statistikalarla təbii ki danışıram. Seli ifrazı ola bilər. Sonra progesteronların təsirindən olmamalıdır. Və bu seli ifrazı, belə deyək, qoxusuz olmalıdır. Az miqdarda olmalıdır. Əgər bu miqdarı çoxdursa, sarımtıl, yaşılımtıl, qəhvə rəngli, bu tərz axıntılar varsa və qoxu gəlirsə, bu patoloji axıntılardır. Digər axıntılar, digər simptomatika ən çox rastlaşdığımız ağrı. Qarnın alt hissəsində, ayağa, belə, irradiasiyadan yayılan bir ağrılar varsa, bu patoloji ağrılar sayılır. Bəzən uşaqlıq boyunun gecikmiş mərhələlərində, bax, sos deyirsiniz. Böyrək ağrısı ilə, şiddətli böyrək ağrıları ilə həkimə müraciət edir. Böyrəklərdə bir qidronefroz, genişlənmə. Məlum olur ki, uşaqlıq boynu xərçəngi 3-cü, 4-cü mərhələdə artıq sidik axarları sıxılıb, kiçik çanaqda böyrəklərdə geniş. Amma böyrək həkiminə gedir. Təsəvvür edin, böyrək həkiminə gedir. Hələ də o qanamalara diqqətə almadan gedir. Cinsi əlaqə zamanı olan ağrılar. Baxın, bu ağrılar patoloji ağrılardır. Daha sonra ümumi simptomatika, halsızlıq, dəri və selikli qişaların rənginin, belə deyək, avazıması, ürək bulanma, səbəbsiz ürək bulanmalar, qusmalar, bədən hərarətinin səbəbsiz uzun müddətli yüksək olması, bədən çəkisinin dayandığınız yerdə normal qidalandığınız, həmişə qidalandığınız, amma itirirsiniz. Bax, bunlar belə deyək, sos siqnalıdır. Bir də ən çox toxunaq, inşallah əgər davamlı olsa, gəlsək, biz çıxışlarımızın birində yaxşı olar ki, yumurtalıq patologiyalarına da toxunaq. Səssiz ölüm deyirlər və onun simptomatikasını deməsəm olmaz. Qarın həcminin böyüməsi, ürək bulanma, qusma. Yəni, kökəlirəm, qarından kökəlirəm, amma qarından kökəlmirsiniz, qarına maye yığılır. Peritoneal kanseromatoz deyilən bir patologiya olur. Niyə? Çünki yumurtalıqlar bağlardan asılı, kapsulası olmayan cüt orqanlardır. Və qadın reproduktiv orqanları içərisində yumurtalıq xərçəngi həm hematogen, həm limfogen, həm implantasyon metastaz verir. Yəni, həm qanla yayılır, həm limfalarla yayılır, həm də yanaşı orqanlara sıçrayışla yayılır. İmplantasyon o deməkdir. Və kapsulası olmadığı üçün yanaşı orqanlara, peritona, qarın boşluğuna, bağırsaq peritonuna sıçrayışlar olduğu üçün çoxlu səpkilər əmələ gətirir. Və onlar özündən maye ifraz eləməyə başlayır və qarın həcmi böyüyür və qarın bərkləşir. Baxın, bu normal əlamətlər deyil. Bunun üçün bax, bu ən sos siqnalı. Buradan əgər səsimi nə qədər insan eşidirsə, qoy ətrafında olan qarından kökəlirəm deyənlərə bir ginekoloqa aparsınlar. Bir də yanaşı orqanların, sidik hissəsinin və düz bağırsağın patologiyalarının da səbəbi ginekoloji patologiyalar ola bilər. Baxın, bir çox uşaqlıq boynu xərçəngi və yumurtalıq xərçəngi simptomatikasını araşdırsaz deyəcək ki, tez-tez sistit olurdum. Xüsusən də ki, yumurtalıq xərçəngi. Törəmələr sidik hissəsini sıxdığı üçün, axı bizdə kiçik çanaqda, bəli, kiçik çanaqda öndə anatomik olaraq yerləşir sidik hissəsi, ortada uşaqlıq, daha sonra düz bağırsaq. Və törəmənin hansı istiqamətdə inkişaf etməsindən asılı olaraq yanaşı orqanların nə dərəcədə zədələməsindən asılı olaraq bu simptomatikada ola bilər. Əgər bağlara doğru, qalça çuxurlarına doğru inkişaf edirsə, sinirlər sıxacaq, ağrı daha şiddətli olacaq. Sidik hissəsinə doğru inkişaf edirsə, sidik əlamətləri daha çox olacaq. Bəzən heç sidiyə çıxmama durumları da olur. Və yaxud da ki, düz bağırsağa doğru inkişaf edirsə, qəbizlik olacaq. Bəzən ishal qəbizliklə növbələşir. Bax, bunlar da simptomatikadılar. Yəni, sadaladığım simptomlar kimdə varsa və əgər müayinələrinə getməyiblərsə, getsinlər. Yox, rutin müayinələrdə gedən xanımlarımızdırsa, bir zəhmət rutin müayinədən kənar getsinlər. Aydındır. Doktor, endometriozlar nə dərəcədə təhlükəlidirmi? Endometrioz böyük bir, belə deyək, ginekologiyada diaqnozdur və çox ciddi diaqnozdur. Ağırlıq dərəcəsinə baxılır. Mən hər zaman deyirəm ki, endometriozu düzgün diaqnostika eləmək lazım, düzgün müdaxilə eləmək lazımdır. Ən çox suallar gəlir
ki, doktor endometriozum var, dedilər xərçəng önüdür, xərçəng olacaqsan. Bəli, hətta ona bala xərçəng deyirlər. Bəli. Cürbəcür adlar Onu verirlər. istəyirsiniz, mən sizə tibbi izahını deyim. Çünki xərçəng kimi əlamətləri var endometriozun. Yəni metastaz vermə xassiyyəti var. Baxın, xoşxassəli bir patologiyanı metastaz vermə. Yəni uşaqlıq cismində endometrioz var, uşaqlıq yoluna yayılır, ağciyərə yayılır, bağırsaq divarına yayılır. Ona görə onu bir qədər elə düşünürlər və xərçənglə, endometrium xərçəngi ilə, yumurtalıq xərçəngi ilə endometriozun demək olar ki, yaranma səbəbi bir hormona bağlıdır. Hiperestrogenemiyaya bağlı olan bir durumlardan biridir. Ona görə də bir qədər bəlkə də onu ilə əlaqədar. Amma endometriozu dəqiq diaqnostika eləmək lazım. Pasientin simptomatikasına baxmaq lazımdır. Bəzən yumurtalıq endometrioid kistalarını, çox təəssüf olsun ki, mən indi burada nə dərəcədə düzgündür, regionlara ayda bir dəfə səfər edirik. Bu yaxınlarda bir pasiyentə baxıram. 15 millilik bir endometriozu dərhal gəlin yumurtalıq belə deyə endometriozunu götürək. Və orada da bir göstəricilər var. Orada da bir simptomatika nəzarət eləmək lazımdır. Əgər qadın normal hamilə qalıb dünyaya 2 övlad gətiribsə, 15 milli endometriozu illərlə bir dinamikada böyümə göstərmirsə və xanıma simptomatika vermirsə, dərhal cərrahi əməliyyatlara düşünürəm getməsinlər. 3-cü, 4-cü dərəcə endometriozlar, adenomiyozlar, mən müxtəlif adlarla deyəcəm onları ki, bunlar daha ağır mərhələ sayılır, daha ağırlı olur, simptomatikası güclü olur. O hallarda müdaxilə eləmək lazımdır, amma yenə də tam müayinələr önəmlidir. Onkoloqların rəyi də önəmlidir. Mən onu da qeyd edim ki, mütləq endometrioz olan xanımlarımız bir onkoloqların rəyini alsınlar. Hormonal status mütləq yoxlanmalıdır. Ehtiyac olduğu halda ultrasondan başqa bir MR müayinəsindən keçmək, daha dərin müayinələrdən keçmək, endometrial biopsiyaların aparılması çox önəmlidir. Diaqnoz dəqiqləşdirmək üçün bəzən laparoskopik biopsiyalar aparılır. Yəni endometrioz çox böyük bir belə deyək diaqnozdur və çox saatlarla danışmaq olar. Doktor, endometriozu olan bir xanım hamilə qala bilirmi? Endometrioz sonsuzluq səbəblərindən biridir. Endometrioz bəzi hallarda sonsuzluq yarada bilər. Niyə? Baxın, endometrioz nədən yaranır? Adətən uşaqlığın daxili təbəqəsi var, endometrium, bir qatlı daxili təbəqədir və qadına hamilə olmadığı halda adət verən bir təbəqədir. Bunun endometriumdan kənarda yerləşməsi adlanır endometrioz, adenomioz. Və o toxuma normalda uşaqlıq boşluğunda olmalıdır. Kənarda yerləşəndə kənarında bir istər miometriumda, istər borularda, istər yumurtalıqda, istər uşaqlıq boynunda bir irtihabi bir kapsula formalaşdırır. Və onun fonunda bəzən boru, yumurtalıqda olduqda sonsuzluq yarada bilir. Ona görə endometrioz sonsuzluq səbəblərindən biridir. Aydındır. Doktor, son olaraq belə deyək, bugünkü çıxışımızın son olaraq xanımlarınıza müraciətinizi eşitmək istəyirəm. İlk öncə sizə bir daha təşəkkürümü bildirəcəm ki, belə gözəl suallara görə həqiqətən xalqın içindən gələn sualları verdiniz. Təşəkkür edirəm. Xanımlarımıza isə sağlamlıqlarının qeydindən qalsınlar. Mən düşünürəm, il ərzində bir günü özlərinə, gözəlliklərinə sərf elədikləri kimi bir gündə sağlamlıqlarına sərf eləyərlər və o sağlamlıq onlara il boyu gözəllik verər. Həqiqətən bir xanım olmağımla da çox həmişə sevinirəm, fəxr edirəm və xanımlarımızı da həqiqətən sevirəm. Yetər ki, özlərini sevsinlər. Yəni bir xanım ginekoloji olaraq sağlam deyilsə, sağlam deyil deməkdir. Mənə elə gəlir ki, elədir. Doktor, təşəkkür edirəm sizə. Bu arada mənim bugün həmsöhbətim Könül Mərdanova idi. Şişoni xəstəliklərin diaqnostika və müalicəsi şöbəsinin həkim onkoginekoloqu, Milli Onkologiya Mərkəzinin mütəxəssisi və onkologiya ixtisası üzrə doktorat. Sizinlə isə mən idim, Sona Boynun aparıcınız. Doktorla əlaqə saxlamaq istəyən dinləyicilərimizə demək istəyirəm ki, 050 563 0189 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Biz ayrılan zaman yekunlaşır. Sizsə özünüzə yaxşı baxın. Media Doktor, sağlığın varlığındır.